Salam, hər vaxtımız xeyir. Bizim bugünkü mövzumuz mikroalbuminuriya haqqındadır. Məlum olduğu kimi, bəlkə də tez-tez rastlaşdığınız kimi, xüsusilə mənim pasientlərim bunu rastlaşa bilərlər. Mən ildə 2-3 dəfə mütləq pasientlərimizdən sidikdə mikroalbuminuriya istəyirəm. Səbəb nədir? Bu xəstələrimizi vaxtından qabaq diaqnozunu qoyaraq müalicəsinə başlamaqdır. Belə ki, sidikdə mikroalbuminuriyanın təhlili zamanı biz böyrəklərin, həm kapillərlərin, həm də endotelinin zədələnib-zədələnmədiyini bilirik. Və şəkərli diabet xəstələrimizdə bu kimi ağırlaşmaların erkən mərhələlərdə aşkarlandığı zamanı nefropatiya olma riskini inkar etmiş oluruq. Ağırlaşmış formalarımızla mütləq nefroloqlarımızla birlikdə çalışırıq. Çünki bu pasientlərimiz ağırlaşdığı halda növbəti mərhələmiz dializ mərhələsi olur və bu da ömürlük böyrəklərin artıq çalışmamaq kimi bir halına gətirib çıxara bilir. Nefropatiyamızın olmaması üçün mütləq daimi olaraq şəkərli xəstələrimiz həm öz şəkərlərini, qanda təhlilini normal saxlamalıdır, həm də sidiyə getdiyi zamanı sidiyin təzyiqini, şırınqasını, qırıq olub-olmadığını, rəngini, necə formada olduğunu, gecə neçə dəfə durub-durmadığını mütləq bizə gələndə şikayət formasında bildirməlidir. Şəkərli diabet xəstələrimiz bizə şikayət edirlər, amma bu şikayətlərdən sonra məlum olur ki, bu yalançı mikroalbuminuriyadır. Belə ki, əgər qripiksə, temperaturumuz varsa, çox güclü enerji sərf etdiyimiz bir idman növü ilə məşğuluqsa, əgər təzyiqimiz yüksəkdirsə, əgər hansısa bir infeksiyaya yoluxmuşuqsa və yaxud da hiperteriyozluqsa, yəni zəhərli zobumuz varsa, bu hallarda mikroalbuminuriyanın sidikdə aşkarlanması inkar edilmir, yəni qəbul olunan haldır. Buna yalançı mikroalbuminuriya deyilir. Və belə xəstələrimiz müalicə periodundan sonra 3-6 aydan sonra təkrar bir də mikroalbuminuriya verilir analizi və görürük ki, sən demə, sadəcə olaraq bu yalançı mikroalbuminuriyadır və xəstəliyə bağlıdır. Bu kimi halları araşdırmaq üçün mütləq endokrinoloqunuzla və nefroloqunuzla əlaqə saxlamağı unutmursunuz. Diqqətinizə görə təşəkkür edirəm.